Hər vaxtınız xeyir. Seriyamıza 22-ci dərsimizlə davam edirik. Qaldığımız yerdən seriyamıza davam edirik. Keçən dəfə ikinci tapşırıq həll etmişdik. Bugün isə üçüncü ilə yenidən davam edək. Hal-hazırda gəlib ikinci tapşırığı buradan kopyalayıram. Ctrl-C ilə gəlib yenidən yapışdırıram və cədvəlimiz burada yenidən tamamlanır. Əlbəttə, buraları silə bilərəm. Artıq ehtiyacımız yoxdur. Deməli, bizdə şərtdən tələb olunur ki, bu tapşırıqda əsasən Education sütununda, bu sütunda olan PHP-ləri bu sözlə əvəz edək. Yəni, bu sözü kopyalayıram və biz Word dərslərimizdən bilirik ki, bizim əvəz etməyimiz replace'dir. Bunun da qısa yolu Ctrl-H-dır. Gəlib Ctrl-Shift aşağı vuraraq bütün sütunu seçdim. Ardınca Ctrl-H vururam və bizim PHP-ləri bu sözlə əvəz edirəm. Replace olunduğunda görürəm ki, bizim 12 kompletimiz sözlə əvəz olundu. Baxıram və əvəz olunma həyata keçib. Yine tapşırıq 4-ə keçək. Tapşırıq 4-də isə deyilir ki, 3-ə əsasən, 3-ə nəzərən deməli biz tapşırıq 3-ü kopyalayırıq və gətirib buraya yapışdırırıq. Ctrl-V ilə. Tapşırıq 4-də deyilir. 3-ə nəzərən Education sütununda olan bu dərəcələri sıralamasına görə edin. Deməli, birinci bakalavr, sonra master, sonra doktor əməli. Yaxşı. Biz əgər filtrlə bunu sıralamağa çalışsaq A-dan Z-yə. Bakalavr birinci verdi, amma sonra D hərfini aldı. Yaxşı. O zaman biz artıq sort istifadə etməli gəlib seçdik. Gəlib buradakı sortdan və ya gəlib əsasən dataya gələk. Dataya gəlib deyək ki, seçdiyimizlə davam edək. Yəni, bu continue select, yəni seçdiyimiz hissə ilə. Ardınca görürük ki, Education sütunu seçilidir. Gəlib AZ yerinə custom listdən yeni bir qayda yaradır. Və bu qaydaya biz, daha doğrusu buranı əvvəlki kopyalaydım. Gəlib baxın, buranı kopya edirəm. Ctrl-C ilə. Gəlib buranı yenidən seçdim. Dataya gəldim. Seçdiyim hissə gəlib buradan AZ-dən yeni bir list yaradıram. Bu hissəyə. O seçdiyim hissəni kopyalayıram. Əllə də yaza bilərdiniz. Ardınca add edirəm. Və baxın, artıq burada görsənir. Və OK vurduqda bir daha OK vurduqda görürəm ki, sıralama həyata keçdi. Baxıram, bakalavr, sonra master sıralanıb. Digər tapşırığa keçirəm. Bu tapşırıqda isə bizdən qeyd olunur. Tapşırıq 4-də əsasən deməli 4-ü gətirək biz bura. Burada məzuniyyət günləri buradadır. Biz bura qaydaları qoyacaq. Bu şərtlərə əsasən. Deməli, ifs istifadə edə bilərik və ya iç-içə iflərdən istifadə edə bilərik. Biz daha rahat olsun deyə ifs istifadə edəcəyik. Şərtimiz odur ki, əgər bu xana kiçikdirsə 5-dən, o zaman qarşısına yazılacaq 0, nöqtə virgül qoyuram. Ardınca yenə bu xana kiçikdirsə 10-dan, qarşısına yazılacaq 2, nöqtə virgül. O zaman bu xana kiçikdirsə 15-dən, o zaman qarşısına yazılacaq 4, yenidən nöqtə virgül. O zaman bu xana kiçikdirsə 15-dən, hətta kiçik bərabərdirsə. Əslində kiçik bərabər deyil də, burada böyük bərabər qoymalı. Böyük bərabərdirsə 15-dən, o zaman qarşısına yazılsın 6. Buradakı şərtlərə əzərəm. Bunu yazdım. Bəs niyə burada dırnaq işarəsi deyil də sadə rəqəmlər yazdım, ədədlər yazdım? Çünki biz dırnaq işarəsini sadəcə tekstlərdə istifadə edirik. Ədədlərimiz isə bizim üçün tekst deyil, rəqəmlər və ədədlər. Seçdim, 0'a 0 atdı. Çünki 0 da 0 və 5'in arasındadır. Aşağı çıxdı. 25, 15'dən böyük olduğuna görə 6 qoydu. Misal üçün 7, 10 ilə 5'in arasındadır. Qarşısına 2 yazılmalıdır. Həqiqətən də 2 yazdım.